Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. Bugün yanvar ayının 25'i, Şaban ayının 5'ine təsadüf eləyir və əlbəttə ki, möhtəşəm bir mövluda və bugün ev sahibliyi eləyir. 4-cü məsum imam, İmam Hüseyin əleyhissalamın oğlu, Kərbəla qəhrəmanı və carçısı kimi tanınan İmam Ali ibn Hüseynin Mövlud günüdür. Ən məşhur ləqəblərindən isə Zeynul Abidin və İmam Səccad kimi bu ləqəblərlə tanınır. El arasında möminlər bunu İmam Zeynul Abidin və İmam Səccad kimi tanıyırlar. İmam Ali ibn Hüseyin əleyhissalamın mövludu münasibəti ilə mən ilk öncə Almaniya İmam Zaman Mərkəzi adından başda İmam Zaman ağa olmaqla onun dəyərli, layiqli naibi Ayətullah Üzma Seyyid Əli Xamneyi cənablarını, digər məraci, Əhl-i Beyt dostlarını, mömin və möminələri təbrik edirəm. Allahdan istəyirəm ki, Allah məsumların ziyarət və şəfayətini bizə nəsib eləsin inşallah. Bir neçə dəqiqədə mən imamın həyatını xülasələşdirmək istəyirəm sizin üçün. İmam Zeynul Abidin hicrətin 38-ci ildə Şaban ayı bugün 5-i Mədinə şəhərində İmam Hüseyin əleyhissalamın evində dünyaya gəlib. Atası İmam Hüseyin əleyhissalamlı 3-cü məsum imam, anası isə Şəhrabanu adlı çox dəyərli bir xatun olur. Həzrəti Əli əleyhissalam ki, İmam Ali ibn Hüseynin, yəni İmam Zeynul Abidinin babasıdır. Onun dövründə 2 il yaşayıb. Əmisi İmam Həsən əleyhissalamın dövründə 10 il yaşayıb və 10 ildə İmam Hüseyin əleyhissalamın dövründə yaşayıb və nəhayət hicrətin 61-ci ildə Məlun Yezid tərəfindən İmam Hüseyin əleyhissalam Kərbəlada şəhid edildikdə o da həmən Kərbəlada idi və həmən o dövrdə artıq İmam Hüseyin əleyhissalam şəhadətə qovuşandan sonra Allahın məsləhəti ilə, Allahın təyinatı ilə, seçimi ilə İmam Zeynul Abidin əleyhissalam məsum imam məqamına yüksəldi. Hicrətin 95-ci ilində 57 yaşında dövrünün zalim xəlifəsi Vəlid ibn Əbdülməlik tərəfindən zəhərlənərək şəhadətə yüksəldi və 35 il təqribən məsum imamlıq dövrü oldu. İmam Zeynul Abidin haqqında deməli bəzi cəmaət arasında və elə onun dəyərli şiyələri, tərəfdarları arasında yanlış bir məlumat dolaşır. Mən o məsələyə də toxunmaq istəyirəm. Amma o məsələyə toxunmazdan əvvəl istəyirəm ki, imamın dövründə hansı xəlifələr olub, onların sadəcə adlarını deyim, sonra o mövzuya toxunum. İmamın dövründə əlbəttə ki, dediyim kimi imamət dövründə, İmam ki, Zeynul Abidin əleyhissalam hicrətin 61-ci ildə Aşura günü imamət məqamına yüksəldi. Orada o dövrdə Yezid ibn Muaviyyə, Allah lənət eləsin, o idi xəlifə. Ondan sonra Abdullah ibn Zübeyir oldu. Təbii ki, burada biraz tarixi məsələlər var. Mən sadəcə adlarını sayıram, kim harada idi, necə idi. Tarixi mövzulara işarə etmək istəmirəm. Sonra Muaviyyə ibn Yezid, sonra Mərvan ibn Həkəm, Abdullah ibn Mərvan və Vəlid ibn Əbdülməlik. 6 zalim xəlifənin dövründə imam 35 il imamət eləyib. Və əlbəttə ki, imamdan deməli, şiyələri üçün, İslam dünyası üçün çox dəyərli, əhəmiyyətli, vacib bir kitab, Seyfi Səccadiyyə adlı bir kitab yadigar qalıb. Onun davamçıları, əziz möminlər o kitabdan, yəni orada 54 dənə imamın dilindən dualardır, dualar kitabıdır. Allaha sığınmaq, Allahla insanın necə danışmağını imam dualar dili ilə bizə öyrədir, necə yaşamağı, necə həyatda deməli, necə olmağı və Əhl-i Beyt yolunu necə getməyi, necə mövqeyi göstərməyi o 54 duanın içində həm siyasi, həm ictimai, həm ibadi, həm hər bir sahədə mövzulara imam toxunub və imamdan o yadigar qalıb bizim üçün. Əziz izləyicilər, mən istəyirəm bir məsələyə də toxunum ki,
bəli, o imamın haqqında şiələrin də hətta arasında bəzən yanlış fikir kimi formalaşıb və İmam Zeynül Abidin əleyhissalamın xəstə olması ilə bağlı mövzudur. Bəzən deyirsən ki, bimari İmam Zeynül Abidin də deyirlər. Yaşlılardan mən eşitmişəm şəxsən. Bimari İmam Zeynül Abidin deyirdilər. Bu imam haqqında, məsum imam haqqında onun xəstə olması ilə bağlı bu fikirlər əlbəttə ki, yanlış bir fikirdir. Çünki məsum imamların xüsusiyyətlərindən biri də onların sağlam olmasıdır. Həm mənəvi cəhətdən, həm fiziki cəhətdən. Əlbəttə ki, onların da az müddətli, məsəl üçün qrip kimi, qızmaz kimi, soyuq dəymə kimi və s. bu cür xəstələnmələri də o da normal haldır, təbii haldır. İmam Zeynül Abidin əleyhissalam da Allahın məsləhəti ilə Aşura günü bir neçə saatlığa az bir müddətə xəstələndi, yəni qızması oldu və onun döyüşə getmək, cihada getmək vacibliyi onun üzərindən düşdü. Yəni, əgər bir insan xəstədirsə, o artıq cihad əmri və cihada getmək vacibliyi onun üzərindən götürülür. Yəni, əgər o xəstələnməsəydi, cihada getmək vacib idi ona, cihada da getsəydi, orada döyüşsəydi, onun da orada şəhid edilməsi, yəni mütləq bir hal idi. O yüzden Allahın məsləhəti ilə həmən az bir müddətdə imam xəstələndi, qızması oldu və o cihad əmri onun üzərindən götürüldü ki, ilahi məsumluq, deməli, imamət məqamı davam eləsin, ta gəlib 12-ci imama çatsın. Bu barədə Məhəmməd ibn Sədin bir rəvayət olunan bir hədisi mən Azərbaycan dilində tərcüməsini olaraq sizin diqqətinizə çatdırıram. Məhəmməd ibn Səid yazır ki, Əli ibn Hüseynin o gün, yəni Aşura günü atası ilə olan zaman 23 ya 24 yaşı var idi. Onun o vaxt az yaşlı uşaq olduğunu söyləyənlər tamamilə əsassızdılar. Bu da bir məsələyə toxunur ki, bəzən məsəl üçün bu iddialar da var. İmam Zeynül Abidin uşaq olub, döyüşə getməyib və s. Bu iddiada yalan iddiadır. Yəni bunu da burada ravi öz yazdığı deməli hədisdə, nəql etdiyi hədisdə bu məsələyə də aydınlıq gətirmiş olur. Bu həmin gün xəstə olmuş, buna görə də döyüşdə iştirak edə bilməmişdi. Yəni imamın həmən döyüşdə iştirak edə bilməməsi ancaq onun xəstəliyi ilə bağlı olub. Məhəmməd ibn Səid həmçinin qeyd edir ki, Şimr, Allah ona lənət eləsin, İmam Hüseyin əleyhissalamı qətlə yetirdikdən sonra İmam Səccadın üstünə gəlir, o xəstələnib yataqda yatmışdı. Təbii ki, qızma halında idi, halsız idi və yataqda uzanmışdı. Şimr, Allah ona lənət eləsin ki, Şimri hamı tanıyır və ilahi rəhmətə, lənətə şamil olunub və hər kəs onun adını çəkəndə yaxşı olar ki, lənətlə onu xatırlasınlar. Bütün qatilləri, Kərbəla qatillerini, günahsız insanların bütün qatillerini fərqi yoxdur. Şimr və Şimrin yolun gedənlər kimlərsə, nə qədər qatil varsa, hamısını Allah lənət eləsin. Şimr deyir ki, bunu da öldürün. Onun yandaşlardan biri deyir ki, Sübhanəllah, xəstə olan və heç döyüşdə də iştirak etməyən bir gənci öldürər. Yəni, imam həm xəstə oldu, həm də döyüşdə iştirak etmədisə, ərəb qaydalarına görə o deməli, öldürülməməlidir. Burada da irad eləyirlər. Bu zaman Ömər ibn Səd, Allah lənət eləsin, o gəlir və deyir ki, bu xəstədir, onunla işiniz olmasın. Bu xəstədir və İmam Zeynül Abidin əleyhissalam beləliklə Kərbəla hadisəsində, Aşurada sağ qalır. Əlbəttə bu Allahın bir məsləhəti idi. Allah istədi, Allah istəyən hər şey olur. Başqa bir eyni bu tipli hədislərdən bir neçə hədis qarşıma çıxdı və təqribən elə eyni məzmunda hədislər idi. Ona görə mən bir hədislə kifayətləndirəm. Bəzi yerlərdə də yazırlar ki, Ömər ibn Səid gəldi, çünki Ömər ibn Səidi tanıyırdılar, Əhl-i Beyt xanımları tanıyırdılar, ona etiraz elədilər. Hətta orada Zeynəbin dilindən bir Aşura günü bir hədis var ki, söz var ki, deyir Ömər ibn Səid, sən də bizə qarşı çıxdın, sən də gəldin bizim, yəni mənim qardaşımın üzərinə bizi öldürmək istəyirsən. Belə bir deyim də var. Amma bu tipli hədislərdə Ömər ibn Səid gəlir, xanımlar onun üzərinə yürüyürlər, bəzi deməli etirazlar eləyirlər. Ondan sonra Ömər ibn Səid deyir ki,
bəli, xanımlara, qadınlara, bunlara işi olmasın və bu Zeynül Abidin əleyhissalamdan da Əli ibn Hüseyn o zaman belə tanınırdı. Bundan da işi olmasın və imamın çadırından girməyi Ömər ibn Səd deyir, bu çadıra girməyin. Və dediyim kimi İmam Zeynül Abidin əleyhissalam 57 il ömür sürdü və onun heç bir xəstəliyi olmadı. Çox sağlam bir deməli imam idi. Təqribən 35 il imamət dövründə çox böyük xidmətləri oldu İslam dininə, İslam dininin yayılmasına və xüsusən Aşura məqamının, Aşura qiyamının daha doğrusu, Aşura qiyamının çatdırılmasın, onun fəlsəfəsinin izah olunmasında məhz bu mövzu İmam Zeynül Abidin əleyhissalam və xanım onun bibisi xanım Zeynəb salamullahi əleyhanın üzərinə düşmüşdü və onlar bu məsələləri, bu missiyanı layiqincə davam etdirilər. Yezidin sarayında, ondan sonra Küfədə sarayda imamın çox atəşli, məntiqli çıxışları olub, onlara Yezidlə diyaloq olub, bunlar hamısı tarixdə mövcuddur və mən bunları haqqında danışıb zamanınızı almaq istəmirəm. Allah bu cür mövludları, bu mövludu bizim üçün bərəkətli qərar versin, bizi inşallah Əhl-i Beyt məktəbindən uzaq salmasın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.